Deməli, mən baxıram 25-ci sualın izahına. 25-ci sualda deyir ki, cismi yer səthindən hansı hündürlüyə qaldırmaq lazımdır ki, sərbəst düşmə təcili 3 dəfə azalsın. Burada biz bu düsturdan istifadə edəcəyik. GH bölünsün G0 bərabərdir. R bölünsün R plus H-ın mötərizə kvadratı. Deməli, burada təcili 3 dəfə azalsın deyirsə, GH bərabərdir G0 bölünsün 3 olar. GH-ın yerinə G0 bölünsün 3 yazıram. Bunlar gedir, G0'lar gedir. Yerində qalır 3'də 1. Mən də bilirəm ki, bunu mötərizədən azad eləmək üçün birinci ifadənin kök altına almalıyam. Ona görə birinci ifadənin kök altına alıram. Burada qalır R bölünsün R plus H. Kök altında indi bunları çarpaz vururum. Kök altında 3R bərabərdir R plus H. Buradan da H bərabərdir. Kök altında 3R çıxılsın R. R də mötərizə xaricinə çıxartsam, kök altında 3 çıxılsın 1 qalar. Cavabımız A variantı.